вы думаете, какая может быть связь между Tahsil Nazilliyi, Azar-Şeker, Ticaret Limanı, Астара-Чай и Аз-Граната? На самом деле самое прямое. Дело в том, что недавно наш министр образования Эмин Амируллаев назначил на должности некоторых людей Министерства образования. Так как все должности и приказы на азербайджанском языке, я вам так их и зачитаю на родном языке. Значит так, первое назначение. Arslan Hacıyev, Azar-Şeker MMC şirkətində satış meneceri vəzifəsində çalışıb. Amma indi Emin Amrullayev onu məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyində ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sonra isə Arslan Hacıyev agentliyin rəhbər müavini oldu. Növbəti, то есть следующее назначение. İlqar Bayramlı. İlqar Bayramlı Ağsu rayonunda Az-Granata MMC-də Maliyyə Departamentində direktor vəzifəsində işləyib. Amma indi Emin Əmirullayev həmin şəxsi İlqar Bayramlını Elm və Təhsil Nazirliyində Təhsilin İqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə onu təyin edib. Növbəti, следующее назначение. Ümumi təhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib. Следующее назначение. Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli isə bilirsiniz harda çalışıb? Где же он работал? Астара-Чай MMC-də şöbə müdiri vəzifəsində çalışıb. И последнее назначение. Təhsil institutunda qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunan İbrahim Bağışlı bilirsiniz harda çalışıb? Az-Granata MMC-də прогнозлаштырма və təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. Вот теперь стало конкретно ясно, какое отношение к Министерству образования, то есть Tahsil Nazirliyinə, имеет Азар-Şeker, Az-Granata, Астара-Чай и Ticaret Limanı. А теперь у меня вопрос к вам, уважаемые родители. Как вы считаете, все эти назначения, эти высокие должности этих людей улучшат нашу систему образования или нет? Ответьте, пожалуйста, в комментариях.